Space xəbərə baxırsınız. Şabranda güclü selin yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb. 8 ay əvvəl bir neçə kəndi birləşdirən körpünü sel yuyub aparıb. Sakinlər yolun bərpası üçün aidiyyatı qurumlardan kömək istəyir. Bu görüntülər rayonun Borbor kəndi yaxınlığında lentə alınıb. Dağılan körpünün ətrafında təhlükəsizlik tədbirləri görülmədiyindən sürücülər böyük təhlükə ilə üzləşirlər. Padar, Borbor və Rəhimli kəndlərinə aparan yoldakı körpü selin uçurduğu ilk gündəki kimi qalıb. Bu ilin aprelində gələn güclü sel Borbor kəndi yaxınlığındakı körpünün bir hissəsini dağıdıb. Ərazidə müvəqqəti alternativ yol salınsa da bu problemi həll etməyib. Tez-tez çayda suyun səviyyəsi artdığından müvəqqəti çəkilən yol da yararsız vəziyyətə düşüb. Nəticədə sakinlər məsafə qısa olsun deyə avtomobillərlə çayın içindən hərəkət edirlər. Sel gələndə isə buradan keçmək mümkünsüz olur. Çox təhlükə. Neçə maşınlar möhkəm gəlib burada. Keçmək istəyib yolu buradan. Keçmək istəyəndə tormuz, nə bilim, bir zülüm ilə. Neçəsini biz saxlamışıq qaya. Möhkəm getmə, körpü dağılıb. Aşağıdan, dərədən keçir. Yağışlar, sel gəldi, keçmək olmur. Sakinlər bildirir ki, digər tərəfdən alternativ yol olsa da 800 metr məsafədə yerləşən məktəbə övladlarını çatdırmaq üçün bəzən 15-17 kilometr yol qət etməli olurlar. Uşaqlar məktəbə gedə bilmir. Özümüz çətinliklə bir maşınla keçmək önündə su azca keçmək olur. Birazdan su biraz çoxaldı, su yol bağlandı. Yalandan gətirib basıblar kənd üçün bir bəla. Bir dənə sel gəlsə su vuracaq kəndə. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, artıq yolda təhlükəsizliyi təmin etmək üçün müvafiq tapşırıqlar verilib. Söz gedən ərazidəki problemlə bağlı artıq aidiyyət üzrə tapşırıq verilib ki, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülsün. Qeyd edim ki, bundan öncə də həmin ərazidə maneələrin qoyulması və xüsusi nişanların yerləşdirilməsi işləri tərəfimizdən icra olunub. Amma bir neçə dəfə bu işlər icra olunmasına baxmayaraq, bəzi vətəndaşlar tərəfindən həmin nişanlar ərazidən naməlum səbəblərə görə kənarlaşdırılıb. Amma yenə də tapşırıq verildi ki, ərazidə əlavə təhlükəsizlik tədbirləri tərəfimizdən icra edilsin. Yolun nə zaman bərpa ediləcəyinə gəlincə, Anar Nəcəfli bildirdi ki, bununla bağlı təkliflər hazırlanıb və aidiyyatı üzrə təqdim olunub. Maliyyə vəsaitinin ayrılmasından sonra sözü gedən istiqamətdə lazımi işlər görüləcək. Emin Vaqifoğlu, Diana Cəlali, Şabran, Space xəbər.